çəkməyə, vlog çəkməyin necə bir şey olduğunu unutmuşam. Mənə deyəsiniz ki, niyə iyunun ortasında qollu geyinmisən? Hava soğuk mu? Yok, sıcak. Havanın necə mükəmməl olduğundan danışacağım. Belə bir kombin eləmək istədim. İçimdən belə gəldi. Küləkdən səsimi dəyişdirirsiniz böyük ehtimal. Hər dəfəsində gəlirəm, burada dururam. Ucas. Yəni qabaqda adam varsa biabırçılıq. Yəni gecikirəm. Hər zamanki Liladır. Yəni bu vloqun digərlərindən nə fərqi olacaq desəz, çox da bir fərqi olmur. Hər zamanki Lila nə edir? Gecikər, qaça-qaça gedir. Nəysə artıq. Yəni son zamanların ən çox işlədilən sözü nəysə. Sırğam nasıl bu arada? Mamiyə almışdım aslında ad günündə oy. Hər kəs də mənə baxır, ay özləmişəm hamının mənə baxmağına. Bütün gözləri. Bu dəqiqə əslində gülürəm, hə, amma heç iyi bir dönəmdən keçmirəm. Niyə bilirsinizmi? Bilməyin. Niyə bilirsiniz mənim pis dönəmdən keçdiyimi? Bilməyin yəni. Özüm yaşlıram, keçərəm. Zamansızlık ilk başda sandım. Mən çox enerjikamsız, deməli orada bir bokluq var. Əmin ola bilərsiniz yəni. Çox enerjikamsız zibidi var. Allah bilir kimin ahıdı tutub. Allah bilir nə hayal kırıklıkları ilə gedib. Və də yəni bu vlog hər şey istədiyin kimi getməsə də davam eləməyi hədəfləyən bir vlogdur. Əsas can sağlığıdır. Amma belə getsə canım sağ olsa da mentalım sağ olmayacaq. Məncə əsas olan can sağlığı yox, mental sağlığıdır. Ki məndə heç vaxt tapılmayıb, heç vaxt da tapılmayacaq. Gəlin davam edelim. Nəhayət davam edelim. Biraz şey qızı oxşuyur. Ay sənə Bir də buna baxın guys. Bir buna baxın guys. Bir də buna baxın. Ay bala ayıbdır. Bu nədir mən bir də Mən bezdim. Mən günəş görmək istəmirəm dostum. Bu necə bir yaşayışdır. Mən həqiqətən deyirəm. Bıktım anlıyor musun? Bax. Hər yerdən özünü göstərir. Nifrət edirəm. Amma bir dəqiqə dik çıxıram. Şal var. Mutlu deyiləm. Həyatı qara görürəm bu dəqiqə. Hər mənada. Niyə də yəni məsələn günəşin çıxmasındakı motivasiya nədir? Məsələn uşağa getdim iPhone aldım. Qatarda da yanında bir dənə dayı oturur. Dayı yox əslində yəni. Double dayı çünki çox yaşlı biri. Siz təsəvvür edin o boyda qatarın səsinin içində mən o dayının xorultusunu eşidirdim yanımda. Ya boş yapma kısa kes kardeşim. Lan dayı neynəmisən sən? Nə yemsən sən, nə yirsən, nə içirsən? Yəni bu necə bir boğaz orqanizmasıdır ki, elə səs çıxardır. Çox qəribə səslər gəldi. Bir ara qorxdum. Dedim birdən ölüb eləyər qalarsın. Şaka. Yəni siz düşünün, mən o boyda qatarın səsinin içində bunu eşitmişəm də. Birdən-birə bir də gördüm dərinlərdən bir səs gəlir. Salam Samaya, nə var ne? Birə baxam ki, qabağımdakı dayı dönüşüm keçirdi. Evrimləşir. Xorultu deyil. Buna xorultu demək üçün. Normal xorultu onda pıçıldaşma kimi bir şey. Çünki Ne anlatıyorsun kardeşim sen? həqiqətən də başımı qaldırıb diksindim. Yayda axşam çölə çıxmaq qədər mükəmməl bir şey yoxdur da. Düzdür, çox maraqlı deyil, amma eyni zamanda da çox maraqlıdır. Niyə özümü çəkərək danışmıram da desəz, çox qorxulu bir yaratığa oxşuyuram bu dəqiqə. Ona görə yəni yol daha qəşəng görünür. Ayda bu məhəllədən ötürü ölürəm də. O qədər gözəl bir məhəllədir. Bura hər girəndə özümü kinoya girilmiş kimi hiss edirəm də. Çünki çox safe məhəllədir də. Yəni 13-14 yaşımda evdəkilərlə dava eləyəndə bu məhəlləyə qaçıb burada otururdum. Mama gildə bilirdi, dəyib dolaşmırdılar mənə. Takma. Sonunda çıldırıyorum artık. Gözlərim açılmır. Ama açılmalıdır bu yaxında. Dükançı məni hər viddə fasonda görür də sən. Çox qəribədir. Yəni evinizin yanındakı marketlə aramda çox qəribə bir intention var. Başa sala bilmirəm. Düşürəm bu qırılmışa, bu qırılmışına. Bu qırılmışına mənə daha yaxşı dişləyə bilsin deyə. Yemək alın. Mən o sizin nökəriyəm. Ay Allah, bir anlıq mamama çevrildim gözlə. Bir gün yeməyi vəksiyə eləmişəm, bir gün. Hə? Düzün nənən. Bir dəfə gəlib öz istəyinlə yadımda yatmamısan. Allah səni kahr eləmə.
Dünyada cəhənnəmi yaşayıram. Dünyada cəhənnəmi yaşayıram. Gələcək şıkır geyinib çıxacam. Saçımı açdığım bir oyalandım dönənə kadar. Yoruldum, çox istidir. Çox istidir. Ola yağmur. Neden benimle geliyorsun koçum sen? Ben kendi yolumu kendim... bulabilecek kapasitede olduğumu düşünüyorum. Niye benden gelirsen dostum? Allah'ım terslikten kölge de yoktu. Zor yani zor. Bu dəqiqə öz kölgəmdən yol gedirəm. Belə bir şey yoxdur da yani. Məni əsla itirmir. Kombi videosu sen çektim. Evin tiki. Sen telefonların var mı? Bak şu senin içinde ben telefonum. Xeyr, mənimki içində sən... Biz əynimizi dəyişmək üçün yer axtarırıq. Prosta əyin dəyişmə yeri o qədər uzaqdadır ki, burada Allahın unutduğu bir yerə girdim amma və qapını bağlamır. Korkmağa başlayıram. İndi deyirəm bizi burada qırılmış stola 20 manat alırlar guys. Qırılmış stola 20 manat pul alır. Dəniz içində pul var Allah haqqı. Allah haqqı bu toplardan biri gəlib başıma dəysə burada qırğın çıxardaram. Gün kremi hanı ay güzel insan. Senden geçemiyorum ben. Ne olar sus. Sus. Sen görüntün qəşəngdir. Ağzımı açanda zibili çıxır. Yaxşı. Gelin gele gelelim. Hə? Bütün dünya izler. Dəniz? Sponsor için paylaşırsan onu. Yo, nə əlaqəsi var? Amma bilirəm ki, Şeyde paylaşabilirdim. bu həyat bizə çox ədalətsizlikdədir. Şaka. Öyleyimdir. Bugün ad günündə yaxşı davranın. Amma mən səni çox istəyirəm. Sağ ol. Baba tuşqalığa. Bir tuşqalıq var mı ama? Eynəyi şeyin sonsuz şey örtüsünə silir. Dalgaları hatıra Bu ne yaraşırdı burada, bu ne dinamika burada. Arda iyi çocuk ama. Sevgi hayatta bu kadar amayı kaldırmaz ya. Yanlış abi. Mən elitim. Mən çayımı içirəm. Bu niyə belə bir pozisyonda oturub mənə çatmır? Niyə bunun üstünə? Belə. Düzdür. Əyil. Nə baş verir? Elə görüm. Yox, xoşuma gəlmədi. Sən nə edir? Bir dənə çubuq var idi, qalın. Gəl. Bizdə də var idi. Bum belə yox. Xəstəfər. Mən də beləmi? Vururma belə edirəm. Ay belə edirəm. Bir. Gəl bura görmə, gəl bura. Bum belə də vurdum mən. Deyirəm, ay niyə dayım səni səndən? Hə, soldu day yoxdur. Oğlum niye vuruyorsun? Bugün Succession'ın musiqisini pianinoda öyrənirəm guys. Yəni bu qədərlik bir notla. Əslində pianinonu yaxşı bilənlər üçün bu qədər də çətin bir şey deyil. Mənim üçün çətindir. O qədər notu açmamışam ki, not əzilib büzülüb. Neyse, bu qədər. Bye.